Hamınıza salam dostlar. Bugün sizlerlə beraber ne edirik? Bugün Türkiye'ye gedirik. Niye? Çünkü bir markayla işbirliği olacak. Kim kısa salamlar? Salam. Bəli dostlar. Çok heyecanlıyıq. Çok heyecanlıyıq. Çok heyecanlıyıq. Video başlamadan qabaq bunu deyirəm ki, sual cavab videosu seçmək istəyirəm. Zəhmət olmasa ağlınıza gələn bütün sualları yorumlara yazın. Bəli dostlar, bəli. Çox heyecanlıyıq şu anda. Bəli, başlayaq. Bəli dostlar, indi Türkiyə gedirik. Çox heyecanlıyam. Mən də. Çok heyecanlıq səviyyəsi. Hər neyse dostlar. Demək indi biz valizlərimizi necə aparaq? Valizlərimizi biz qoyaq bura, ən yaxşısı belə. Sonra da gedərik artıq. Sonra isə bunları aparacaqlar. Kim aparacaq? Hər neyse şoferimizi aparacaq artıq. Gedəcəyik artıq da. Bəli dostlar, biz aeroporta gəldik. İndi pasportlarımıza baxırlar. Buyurun baxın. Aha, biletlər. Buyurun, biletlərimiz də burada. Bunları da qoyaq artıq çantaya. Çantaya tez bağlayayım. Hər neyse, biletlər sizdə qalsın. Onsa mən niyə götürürəm? Heç onun özündən bilmirəm. Neyse, valizləri tez qoyaq. Çünki belə gücümüz satmır, yəni. Qoyduq. İndi mən yeri valizləri buradan, daha sonra çantalar keçirdim. Deyirəm, bir arıza çıxma. Heç nə yoxmuş. Çünki olanda nəsə ses çıxarmamız məndə. Ay, düzləşdiricimi götürmədim. Neyse. Ha, bu arada dostlar, biz Bodrum'a gedirik. İşbirliği Bodrum'dadır. Bunları indi neyək? Bunları da belə qoyaq. Heç nə yoxdur. Nəsə olsaydı ses gələrdi. Heç bir şeyimiz yoxdur. Ay, bu düzləşdiricini fırlatsam nə qəşəng olardı. Hər neyse. Biz elə bir insan deyilik. Bunları kimsə kömək eləsəydi. Salam xanım. Salam. İstəyirsə kömək eləyə bilərəm valizlərini. Doğrudan, bəli. Çox sağ olun. Açım düşdü. Biz bura giririk. Birazdan mən beləyəm. Girir. Ay, bu şey yadımdan çıxdı. Ay, Karnek Bayımızda klubunda Sofia o birdən-birə maviləşdi ya. Çayın olmasan götür də. Telefonları qoy bura. Mən də götürə bilərəm annesi. Hər ay yapdım. Masanın da bir şey. Hər neyse. Olsun artıq da götürsən olmaz. Şimdi nasıl istiyorsan şey yok. İstemem məsləhət elə. Burada niye tutmuyor falan? Wow. VIP yerlere şiştik. Ha, bu arada dostlar VIP'den almışıq buralara. Valizləri koyuyoruz. Bəli. Ay, çünki mən orada oturacağım. Mən kenarları xoşlamam sadəcə. Kenarları xoşlayıram. Sadece yine de yani bu sık yerler hoşlanmıyorum. Bu sefer burada televizyon var. Ona göre böyle yani istediğimi açıp bakabilirim. Bir defa Kanada'ya getirdik dostlar. Çok o kadar acıydı ki. Yani o an bir şey. Şimdi biz azıq, acımsıq, bizi yemək çatırın. İndi gətirərlər böyük ehtimal. Toz pembe hissələ, kafayı bozdun sen o düşlərlə. Bir xanım.
Buyurun. Ne sok istiyorsunuz? Kola var. Bəli var ama şu anda burada yoktu diye ben o götürüp gelmeliyim. Ha tamam sonra getiririz onu. Tamam siz ne istiyorsunuz? Ben susacağım. Buyurun. Mənə versin. Al. Al. Çeyon. Şişir. Çok toz pembe hislerle kafayı bozdun sen o düşlerle. Bəli buyurun getirdim. Çok sağ olun. Çok sağ olun. Paltar çok şirinci. Neyse şu anda böyle ben sadece çəkəcəm. Ben de burada özüm tüm mahnı oxuyuram. Çeyon artıq öyrəşib. Yani bir de görürsünüz ki Çeyon yatır. Ben başlayayım. Çok toz pembe hislerle kafayı bozdun sana düşler. Yani bu çok normal yaşanan bir olay. Bəli dostlar işıqlar da yandı. Neydi mahnımı oxumağa devam ki. Ne oxuyum? Hands up Gabriella, Gabriella, hands up Gabriella, la la. Back off I'm a fella, Gabriella, back off Gabriella, la la. Senin en sevdiğin mahnı nedir? En sevdiğin K-pop mantısı da yani. Stereo Kids'in bütün mahnılar. Zaba verildiğini bilirim. Dostum ben en sevdiğim mahnı Kesay Narlı'dır. Yemeği Kesay bütün mahnılar. Ever's Narly. Hay. Dostum ben toz pembe okuyuram bakın. Hardan başlayayım? Beni okudum ekik. Ben neyse yaptım. Ay mahnı yarın. Beni okudum ekik sayfanı yırtat onları uğraştırma. Yine bir tane iltifatlarım taşımak derse kalabilirim ya da gidebilirim. Kafama göre kararım değişebilir. Tam aklıma girdiğin anda fikrimden bile cayabilirim. Yıllardır kavuşamıyoruz. Israrla alışamıyoruz. Çok toz pembe. Of arkadaşlardan özür isterim şu anda. Yok. Şimdi bir şey diyeyim. Niye sen burada oturdun? Niye oturmuyorsun? Çömmemin dağılma gəldim, ama bir hissəni almışam. Bir bu hissəni almışam, bir de bu bir hissəni. Göz oturdu orada. Hadi oradan ötse ol. Televizor olan yer mənimdir. Gel uç. Tamam. Hadi ben yine toz pembe okuyacağım. Verecek bana bir mesaj. Onu lades ettiğinde karşı koyamaz. Ona vazgeç dediğimde ateşe at bizi. Bizim aşkımız zehirli, aşkımız zehirli. Yolum isterdim. Ama artık tükendim. Bu yüzüne çok toz pembe hislerle kafayı bozdun sana düşlerle. Toz bende acele etme. Yazık aşkın emin ellerde. Ceyong. Ben ayağım yoluna girmiyorum. Neyim? Her neyse de yine de kapatacağım. Dostlar ben hiç bir yere girmedim. Çen geçirmesin. Dostlar Çeyong şu anda ben YouTube kanalımda yani ayırmak yani Çeyong olsa ben videolarına bakmır. Yani deyir ki bu videoda ne düşünüyorum ona falan bakın. Şu anda uzak tuturam onun elimden gelen kadar çünkü yani bilirsiniz ki biz daha 17 ile coşmaya gidirik. Sadece ben sürpriz edirəm. Hatta ilk iki videomu da izlememişsiniz daha 17 hakkında. İlk ikine de son iki videomu da izlememişsiniz daha 17 hakkında. Onlar da gelin bütün videolarımı izleyin. Yani maraqlıdır. Ben de baxacağım ve videomu beğendim. Ne olur. Hatta belə bir yarış edirəm. Bu videonu neçə nəfər beğenir? Bu arada videonun devamında size çok güzel bir haberim var. Neyse.
Gedək, oturaq. Çok toz pembe. Of yok lan ben. Yıllardır kavuşamıyoruz. Israrla alışamıyoruz. Çok toz pembe hislerle. Bəli, dostlar, mən mahnı bitirdim şu anda. İndi nə indi? Gözlürüm ki sataq. Yüreğim sıxılır. Bu arada biz harda qalırıq deyə soruşsaz əgər. Biz orada evdə qalırıq. Yəni bir ev var, orada qalırıq. Yəni evdə bizim də evimiz var. Of, yüreğim sıxılır. Hər neysə kamera bağlayıram, sonra açacağım. Bəli, dostlar, sizə gözəl bir xəbər biz çatdıq. Bunu bura qoyun. Xala nə istəyirsiniz bunu? Balam, bunlar bilirsən nə qədər pul eləyir, verir mənə. Neysə, sağ ol, yaxşı ol. Sən də o suyu bir dənə içib bitirə bilmədin. Ay, valizlər qaldı, biz elə getdik. Sən onu sən tut. Sən tut. Kimsə kömək çağırmaq lazım yenə. Kim valizləri köməkləyin. Bəli, valizləri köməkləyin. Burada bizi götürməyə gələn maşın gəlir. Necə bir maşın idi? Maşın mən sizə necə ifadə edeyim bu anda? Hər neysə, maşın əgər varsa orada bir... Necə eləcəkdi abi bizi götürməyə? Tesla. Tesla. Bəli, gəlib. Çox gözəl. İndi. Tesla gələcəkdi. Hey, Tesla yoxdur. Siz mən belə gəlib dedim, amma yoxdur. Yox. Tesla orada kira yazıyıq. Hemen sadəcə başım qaçdı. Şöyle götürməyə şey gəldi. Hyundai. Hə, tamam. Sonata. Hyundai Sonata gəlib. Bəli, gəlib. Çox yaxşı. Dəqiq gəlib də. Bəli, dəqiq gəlib. Şu anda Bodrumdayıq. Bəli, Bodrumdayıq. Hadi o zaman kameramı bağlayıram, sonra görüşərik. Bəli dostlar, indi gedirik. Yəni gedirik, çatırıq sonra. Bəli dostlar, gəldik belə balaca bir şirin evdir. İndi valizləri qoyum. Ay, qoyulmuş. Mən bunları daşım elə gəl. Bəli dostlar. Ay, burada uşaq otağı var. Mən uşaq otağına qalıram. Tamam. Burası çok şey. Hasan var, nasıl mən var, nasıl nənəm var. Hər neysə, valizləri şu anda bura qoyuram. F2 çəkəcəm. Ay, bizim ilk videomuz Cheong ve Danny'nin F2. Burada mənim otağımda belə bir karandaş falan var. Çox şirin məncə. Ay, buraya sevdiğim karakterin posteri var. Burası çok şirindir ve malazevdir. Burada Cheong otaqdır. Cheong. Ne oldu? Otağım çok güzel. Bence o. Yalanla. Şu zaman balaca evləri çox xoşdur. Ona görə 4 mərtəbəli evdə qalırsam. Ay, balaca evləri xoşlayıram. Balaca evlərdə qala bilmirəm. Niyə? Mən öz otağım olmalıdır. Mən öz idman yerim, hobi yerim, giyinmə otağım, makyaj otağım, baseynim. Sonra olmalıydı. Bu kadar. Her neyse.
Gedək. Mən dostlar, bu video buraya yeterliydi. Eğer videomu beğendiyse kanala abone olup like atmayı unutmayın. Bu arada ben size demiştim videonun ilerlerinde size çok güzel bir haberim olacak. Dostlar, bu videonu beğenip yorumlara mən yazan birine Çin mantısı hediye edirik. Bu arada dostlar, gəl doğrudan bir çəkiliş, yani gidip yazırsınız. Sonra mən sizdən aramızdan birini seçəcəm və gələn videoda açıqlayacağım. Öptüm, bye bye. Bye.